zindanlarda, həbsxanalarda çürüyən bizim o qardaşlarımız, necə bu Elnarə xanım Eldarın yazdığı ki, yəni bizim insanlarımızı yavaş-yavaş məhv edirlər, öldürürlər. Əslində bunu Seyran deməlidir. Ziyalı kimi. Və indi bu hikmətli söz deyib ki, onun həmən bu küçə ədəbiyyatı bizə sırayır. Deməli, yazır, məni qınamayın, istedadlı adamlar da nefti olan ölkələr kimi həmişə başı bəlalıdır. Ona görə ki, insan yalnız ölümə yaltaqlana bilmir. Bildiniz, yəni belə iynə uzada yazıb. Güya ki, yəni hələ salır. Bir də ki, indiki övladlar valideynlərinə bankomat kimi baxırlar. Mən buradan Seyran Səxavətə deyirəm, əziz, hörmətli Seyran Səxavət, hörmətli bizim şairimiz, deyək ki, yazıçımız. Hansı cavanlar baxır bankomat kimi? Bəli, Səlim Müslümovun oğlu baxa bilər, Əli Həsənovun oğlu baxa bilər, deyək sizin qaçqın komand və yaxud da deyək ki, olar. Amma bizim balalarımız, Seyran bəy, bizə bankomat kimi baxmır. Boş bankomata bala baxmaz, yadımda saxla. Sən bizə böhtan atırsan, bankomatın içində pul olar. Bu saat get Azərbaycan evladı 90% insanların evində bugündən sabaha yeməyə, çörək almağa pulları yoxdur. Sən özümdən nağıl danışıb, nağıl uydurub ki, ağıllı görünmək üçün şey eləyirsən və göstərirsən ki, bunu hər adam anlamaz. Sonra yazır, hə, insan yalnız ölənə qədər deyil, öləndə də öyrənir. Öləndə də ölmə öyrənir. Məsələ burasındadır ki, 80 ildir, hələ Seyran Səxavət bunu öyrənə bilməyib. Ölüm demişkən, xalqın yolunda ölməyə dəyməz. Çünki xalq həqiqət deyil, həqiqətin yolunda ölmək lazımdır. Baxın. İndi gəlin, baxaq görək, Seyran Səxavət biz dəyər dediyimiz, yəni bizim, yəni deyək ki, ağıllı saydığımız bu adam bu dediyi sözün onda birinə sada layiqdir mi dostlar? Əgər layiqdirsə yazın, burada deyin ki, şərəfsizsən, düz demirsən. Deyir ki, körpə ölümü yaşlı adamların yuxusu boyda bir şeydir. O ki, qaldı cümlə qurmağa. Cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Bildiniz, ay bildin ha, ələ salır. İndi, baxın, bircə nəfər bizim içimizdən çıxıb demir ki, ay Seyran Səxavət, həmən o dövlətdən bircə dənəsini qur, qoy bu millət ayağa qalsın, o dövlətə sahib çıxsın. Bölgədə deyəndə Qarabağı yezidlər, kütlər, Yarazdan, bəli, əzizim Ağdərəli Paşa, məsələ burasındadır ki, həmən bu Bahəddin Həzi onu gizlətmək istəyir. Söhbət, mən ona görə oxuyuram bunu, yoxsa mənim nəyimə lazımdır? Dostlar, bizim bugün bütün başımıza gələnlərin, yəni hamısının səbəbi biz burada axtarmalıyıq. Yəni, o nöqteyi nəzərdən deyirəm dostlar. İndi Nizami bəy biraz, deyək ki, istehzalı yanaşır bu şeylərə. Eybi yoxdur, yanaşsın, dəxli yoxdur. Nə qədər yanaşsın, yəni biz bu faciələrimizi, bizə dəyən güllərin hardan olduğunu anlamasaq, bu məsələ bitən deyil. Baba, həmən bu Bahəddin Həzini, bizim bu hörmətli yazarımız, hörmətli analitikimiz, yəni jurnalist Bahəddin, inanın 90-cı illərdə mənim ən çox sevdiyim jurnalistlərdən biriydi və mən Bahəddinin yazdığı yazıları çox böyük məmnuniyyətlə oxuyurdum və hər dəfə də əhsən deyirdim ki, görün bizim nə qədər gözəl belə analitik yazarlarımız var. Və sonradan başına çox şey gəldi. İndi müəyyən mənada hardasa eşitmişəm mən bunu hakimiyyətin adamları döydülər, nə bilim, maşınla vurdular falan. Başına münzə oynaşdılar, axır ki, yola gətirdilər. İndi
Bahəddin Kemaləddin Heydərov maliyyələşdirir və oradan da yaşayır, onun qoltuğundadır. Seyran Səxavətlə çıxırlar gəzməyə, gediblər rayonun köhnə yerləri xatırlamağa. İndi özü də ikisi də yeridilər bir-birindən bu hakimiyyəti söyə-söyə orada şəkilzad çəkib paylaşırlar. Hərdən bir də məsələ burasındadır ki, belə ağıllı şeylər yazıb, güya ki, bizə dərs vermək istəyirlər. Elə bilirlər ki, yəni bu da İlham Əliyev sayağı, bizi qoyun hesab edirlər. Necə ki, bu Ramiz Rövşən deyir, qoyun olmuyor, qoyun olmaq çətin şeydir və özü də qoyun olmuyor, bu gün hakimiyyətə qoyunluq edir. Məmməd Araz da deyir ki, qoyun qurd ola bilmədik, qoyun yaşayaq. Budur bizim dostlar, ziyalılarımız. Yəni bizim bir dənə deyək ki, sinəsini qabağa verib türmədə sürüyən həmən o söz sahiblərimiz, o istedadlı dərədüzlərimizdən bir dənə də yoxdur. Amma 19 yaşında, 20 yaşında, 25 yaşında bizim gənc qızlarımız onların deməli olduğu sözü bunlar dedikləri üçün türmədədirlər. Məsələ budur. Bax, demək olar ki, bu qədər dostlar. Mən həftə sonudur sizə gözəl istirahət arzulayıram. Onsuz da hər gün istirahətdəsiniz, iş yox, güc yox. Sadəcə olaraq o istirahətin gözünə biraz da pul olanda müəyyən şeylər qatırsan, biraz müəyyən mənada evdə falan da insanlar da sevinirsən, bunda yaxşı olur. Amma baxın, sən evində çörək tapırsan, amma Seyran Səxavət səni satır yaxşı yaşamaq üçün. Və yaxud da anar səni satır yaxşı yaşamaq üçün. Və səsini çıxartmır, gedir torpağa, görür ki, bunun torpağını başqaları əkib, adını da qoyur ki, başqa rayondan gəlib. Və səsini çıxartmır ki, İlham Əliyev belə məsləhət görür. Görür ki, İlham Əliyev ona payok verir, pul verir. Ona görə də, məsələn, deyək ki, amma nəysə, mən yenə deyirəm, inanın, mən hərdən bir fikirləşirəm dostlarım. Bizim şəxsən heç kimi qınamağa haqqımız yoxdur. Heç kimə deyə bilməz ki, sən niyə qəhrəmanlıq eləmirsən? Mən Rasim Balayevdə o məsələni deyəndə dedim ki, yəni bu insan bura qədərdir. Yəni buradan yuxarı istəsə də ola bilməz. Amma sadəcə olaraq məni şəxsən Rasim Balayevin dediyi o sözlərin içində ən çox məni yandıran oldu ki, Rasim Balayev mənim adımdan və yaxud da sizin hər birinizin adından prezidentə deyir ki, biz siz ömrü prezident görmək istəyirik. Bax, bu əsas məsələ budur. Bax, sən kimsən ki, Allah rəhmət eləsin, Rasim, sən mənim adımdan deyirsən ki, İlham Əliyev sən həmişəlik. O da götürüb həmən oraya sənin tərcümə halına onu yazır. Yazır ki, bax, bizim böyük Babəkimizi oynayan, Nəsimimizi oynayan, filan rollar oynayan Rasim Balayev də istəyir ki, İlham Əliyev ömürlük prezident olsun. Ona görə ki, bu ölkədə İlhamdan başqa adam yoxdur prezident olmağa.